Salam əziz izləyicilər, xoş gördüksülər yenidən. Bir dəqiqə bir sual rubrikası ilə sizin qarşınızdayıq. Bu suallarda sizə son illərdə tarix fənnindən qəbul imtahanında abituriyentlər üçün istifadə olunmuş sualların izahını verdik. Növbəti suallarımızdan biri Sazilər dövlətinə aid olmayan xüsusiyyətin müəyyən olunmasını bizdən istəyir. Deməli, nəyə baxırıq burada? Yusif ibn Əbusat Şirvanşahlar dövlətini tabe eləyib. Deməli, Sazilərə aiddir. Biz bu sualları adətən yazırıq, səhvi istəyir. Və başlayırıq plus minusdan işləməyə. B bəndi düzdür, plus qoyuruq. 10-cu əsrin birinci yarısında süqut etməsi. Yəni, süqutu 941-dir, 950-yə qədər birinci yarıdır. Bu doğrudur. Paytaxtının Marağa şəhəri olması. İlk paytaxtı, bəli, ilk yarananda Marağa idi. Bu da doğrudur. Dərbənd səddinin təmir edilməsi. Bu da doğrudur. Amma A bəndidə nədir? Bərdə uğrunda Slavyanlarla mübarizə aparılması. Bu 944-dür və 944-də artıq Salar dövləti süqut eləmişdir. Daha doğrusu Saci dövləti süqut eləmişdir. Bu aiddir Salarilərə. Doğru cavabımız A variantı.